daxili səbəblərdən birincisi cahillikdir. Daxili səbəblərdən ilki çoxdur, lakin səbəb kimi birinci səbəblərdən cahillik. Yəni, cahillik elmin əksi deməkdir. Yəni, elmsizlik və cahillik insanın imanının azalmasına səbəblərdən biridir. Necə ki, yəni insanın elmli olmağı, insanın bilməyi, insanın imanının artmasına və imanının çoxalmasına səbəb olduğu kimi, həmçinin elmsizlik də, cahillik də, məsələdən xəbərsiz olmaq da insanın imanına təsir edir. Və fikir versən, görərsən ki, elmli müsəlman, alim müsəlman heç vaxtı ona zərər verən, yəni ona daiman kədər, sıxıntı, yəni verən şeylərlə heç vaxtı məşğul olmaz. Daiman özünü görərsən ki, ona fayda verən şeylərlə məşğul eləyər. Amma cahil isə, elmsiz isə, cahilliyinin ucbatından və həmçində elminin zəif olmasına görə görürsən ki, ona bəzi şeylər təsir eləyir. Və insan belə olduğu halda görürsən ki, onun imanı zəifləyir və imanı naqisləşir. Bu da həmən o cahil və yaxud da elmində zəif olan insanın tərəzləri düzgün ölçməməsinə görədir. Və həmçinin də elmdə zəif təsəvvürlərinə görə görürsən ki, onun imanı zəifləyir. Ona görə də sələflər deyir ki, insanın elmli olmağı hər bir xeyrin başı və cahil olmağı isə hər bir şərrin başıdır. Və biz əgər baxsaq, insanların zülmü sevməsi və düşmənçiliyi, günahlar etməsini sevməsi, bunun başlıca səbəblərindən biri cahillik və elmin fəsad olması və qəsdlərin fəsad olmasından ibarətdir. İnsanın qəsdinin fəsad olmağı elminin fəsad olmağından irəli gəlir. Və həqiqətən də cahillik elmin fəsad olmağından baş verir. Elm əgər düzgün olmazsa və doğru düzgün elm olmazsa, deməli bu cahillikdir. Və insanın elmdə də cahil olması, dedik ki, imanına təsir eləyən ən böyük səbəblərdəndir. Necə ki, İbn-i Qayyim rahimehullah bu barədə buyurur ki, yəni insanın elmi zəif olanda görürsən ki, onun günahlardan çəkinməyə əzmi, o iradəsi də zəifləyir. Lakin qəlbində həqiqi iman olan kəs, qəlbində həqiqi iman olan insan görürsən ki, o ancaq özünə fayda verən əməllərlə məşğuldur və ona zərər verən əməlləri tərk eləyir. Əgər insan ona fayda verən əməllərlə məşğul olmasa və ona yəni təhlükə toxunduran əməlləri yerinə yetirsə, onda insan yəni o zaman onun qəlbində həqiqi iman yerləşmiş olmaz. Lakin onun qəlbində o iman, müəyyən qədər iman var. Yəni, nə qədər iman gətirib, o miqdarda imanı var. Amma həqiqi iman gətirmiş, Allahın əmrlərini yerinə yetirib və onun qadağalarından çəkinəndir. Ona görə də İbn-i Qayyim rahimehullah burada misal çəkir, buyurur ki, cəhənnəmə həqiqi iman gətirən sanki onu görürmüş kimi yaşayır. Sanki o odu görürmüş kimi yaşayır. Heç vaxtı görmərsən ki, o oda yaxınlaşsın və yaxud da onu oda aparan əməllər yerinə yetirsin. Həmçinin də cənnətə iman gətirən, həqiqi iman gətirənə gəldikdə isə heç vaxtı görmərsən ki, o cənnətin tələbində, cənnətin istəyində tənbəl olsun. Yəni, ancaq yerində oturub cənnətə ümid bəsləsin. Heç vaxtı bunu görməzsən. Həmişə görərsən ki, o daima cənnət üçün əməllər yerinə yetirir və cənnətə getmək üçün o əməllərə səy göstərir. Və bu dedik ki, həqiqi imandandır.
insanın cəhənnəmə həqiqi iman gətirməsi və cənnətə həqiqi iman gətirməsi bundan ibarətdir.